Bir heykəltaraş var idi, çox müdrik bir şəxs idi ki, onun şagirdləri də vardı. Bir gün şagirdlərindən biri şikayət eləməyə başladı bu müdrik insanın yanında ki, cəmaatdan əziyyət görürəm. Hər kəsin sözü mənim qəlbimə təsir qoyur. Acı yaşayıram, sıxıntılar keçirirəm. Həzm eləyə bilmirəm sözləri. Hətta bəzən görsən, heç mənə aid olmayan sözlər deyirlər belə, yenə də o mənim qəlbimə təsir qoyur. Hətta təhqirlər də olsa, tənqidlər də olsa belə, mən buna dözə bilmirəm. Necə xilas olum bundan? Həmin o müdrik şəxs deyir ki, bir kasa su gətirir, gətirir, bir xeyli duz tökür suyun içərisinə, belə deyir, bir paçka duzu tökür suyun içərisinə, qarışdırır, deyir ki, bunu iç. Çətinliklə də olsa içir, göstəriş olduğuna görə. Ondan sonra soruşur ki, necə idi, içə bildin? Deyir, çətin idi, çox çətin idi, içdim və mənə də təsir elədi. O qədər şor idi ki, daha göstəriş olduğuna görə içməli idim. Deyir, indi gəl ardımca. Durur, gəlir ardıcan, gəlirlər bir bulağın yanına. Bir paçka duzu, deyir, tök indi bu duzu o bulağa. Tökür bulağa duzu, ondan sonra deyir ki, indi bu bulağın suyundan iç. Götürür bulağın suyundan içir, deyir ki, şorluq hiss elədin, deyir ki, qəti, şorluq hiss elədin. Deyir, nəyə görə axı şor olmadı su? Əvvəlki şor olmuş dedi ki, çünki onun həcmi, kasadı az olduğuna görə duz ona təsir qoydu. Amma bulağın suyu ki, çoxdur, həcmi çoxdur, ona görə duz təsir, şorluğu təsir qoymadı. Dedi, bax, sənin də müşkülün, sıxıntın buradadır. Çünki sən nə qədər qəlb, balaca, kiçik qəlb sahibisənsə, o tənələr, o sözlər, təhqirlər sənə təsir qoyacaq. Amma nə qədər ki, qəlbin böyüdür, o şeylər sənə təsir qoymayacaq. Bu bulağın suyu kimi. Əslində, həyatın müşkülləri, çətinlikləri bu duz kimidir. Bizim qəlbimizin suyu az olduğuna görə, daha doğrusu qəlbimizin qabı kiçik olduğuna görə o duz bizim qəlbimizin qabının suyuna belə təsir qoyur. İnsanın qəlbi əgər bulaq kimi, dərya kimi çox həcmli olarsa, yəni böyük olarsa, o halda heç bir sıxıntı, heç bir müşkül, heç bir problem insanın qəlbinə təsir qoymaz. Ona görə insan gərək qəlbini genişləndirsin, böyütsün. Nə ilə böyütmək olar insan öz qəlbini? Qəlbin genişliyi bir çox şeylər deyiblər, amma ən sadəsi budur ki, bacardığın qədər yaxşılıq elə, insanlara yaxşılıq elə.